Bir kadın telefonla danışa danışa gedirdi, birden bir genç bir oğlana toxundu və bu oğlana toxunan zaman qadının çantasındakı pullar yerə tökülür. Qadının bundan xəbəri olmur, gedir. Bunu görən oğlan tez qadına arxadan səslənir ki, xala pullarınız düşdü. Qadın dayanır, geriyə baxır. Oğlan tez yerə tökülmüş pulları yığaraq qadına uzadır. Qadın pulları alır, deyir ki, burada 50 bin dollar pul var idi. Sən niyə bu pulları özünə götürmədin? Məni səsləyib mənə verdin. Deyir, xala, mənə haram pul lazım deyil. Mən öz halal qazancımla qazandığım pulları yeyirəm. Deyir, axı, sənin arabana da ziyan toxundu. Deyir, eyb yoxdur, mən özüm o məsrəflərini qarşılayaram. Qadın fikirləşdi ki, bu çox təmiz qəlbli bir gəncdir. Buna elə mənim qızım üçün yaxşı bundan əl çıxar. Ona görə pulları tez oğlanın ovcuna bastı. Dedi, sən bunu saxla, heç yerə tərpənmə, bu saat mən qayıdıram. Və özü bir kənara çəkildi. Qızına tez zəng elədi ki, qızım düş aşağı şirkətin qabağına, səni gözləyirəm. Qız tez tələsik düşdü aşağıya, gəldi anasını dedi, dedi, ana xeyr ola, sən məni tez tələsik çağırmısan, nə olub ki sənə? Deyir, heç bir şey, bura gəl, indi biləcəksən. Qızın əlindən tutub, həmin o gənc oğlanın yanına gətirdi, oğlana dedi ki, bax, bu mənim qızımdır, sən bununla evlənərsən? Oğlan baxdı buna, dedi, ana sən nə danışırsan? Sən belə niyə deyirsən, bir küçədə bir adamı görmüsən, deyirsən ki, sən bundan evlənərsən. Anası tez qızın əlindən tutub, kənara çəkdi, dedi, biraz bundan əvvəl mən 50 bin dollar pulu saldım yolda. Bu oğlan həmin pulu götürüb mənə qaytardı, verdi. Onun üstündən heç bir qəpik də götürməmişdi. Çox dürüst və təmiz qəlbli bir oğlandır. Bundan yaxşısını sən tapa bilməyəcəksən. Qız gəlib oğlana yaxınlaşdı. Dedi, anam biraz qəribə davranır. Ona görə bu iş ciddiləşməmiş, sən buradan tez uzaqlaş günə. Oğlan durub oradan uzaqlaşmaq istəyərkən elə qarşıda bunun əvvəlki həyat yoldaşı yeni əri ilə qarşısına çıxdı. Və bunun arvadı oğlana lağ elədi ki, yaxşı ki, sənin kimi bir acdan uzaqlaşdım. Bax, bu mənim yeni ərimdir. Özü də şirkət müdürüdür. İndi çox yaxşı yaşayıram. Oğlan könülsüz halda buna dedi ki, mən sizlə danışmaq istəmirəm, mənə icazə verin, mən çıxım gedim. Getmək istəyərkən bunu itələyib yıxdılar. Bunu görən arvadla qızı tez ona yaxınlaşdı. Dedi ki, siz niyə belə eləyirsiniz? Bu insanı niyə belə incitirsiniz? Deyir, siz kimsiniz? Bu kasıb bir insanı müdafiə etməyə çalışırsınız. Qız deyir ki, mən bu şirkətin sahibiyəm. Oğlan deyir ki, mən şirkət müdürüyəm. Mən burada nə istəsəm eləyə bilərəm. Mən heç vaxtı səni görməmişəm. Deyir, mən bu qarşıdakı şirkətin sahibiyəm. Gündə onlarla adam mənim yaxınlaşır ki, öz gününü xoş keçirsin, iş sahibi olsun. Sən kimsən ki, mənimlə belə danışırsan? Elə bu zaman şirkətdən çıxan şirkətin katibəsini görən o qadının əri deyir, bax, bu deyir, şirkətin katibəsi gəlir.
Hə, o mənim yanıma gəlir. Deyir ki, gözləyir, həmin qız gəlir, bunun yanına yox, bu biri qızın yanına gəlir. Deyir, sizin dediyiniz işlərin hamısını görüb yerbəyer elədim. Bunu görən qız, oğlan deyir ki, bağışla yenə mən səhv eləmişəm. Mən bilmədim siz bu şirkətin sahibisiz. Qız deyir ki, yox, burada bağışlamalı bir şey yoxdur. Sənin kimi bir insanı heç vaxt bağışlamaq olmaz. Ona görə mən razı olmaram ki, sənin kimi xəbis insanlar mənim şirkətimdə çalışsınlar. Sən bugündən işdən azadsan və oğlanı orada boğur. Həmin bu kasıb oğlana yaxınlaşır, deyir ki, doğrudan da görürəm sən təmiz qəlbli, əqidəli bir gəncsən. Ona görə mən sənə təklif edirəm ki, sən mənimlə evlənərsən. Oğlan baxır qıza, deyir, madəm ki, sənin kimi bir qız mənimlə evlənmək istəyir, niyə də olmasın. Və bunlar şad xürrəm bir-birlərinə əl verib görüşürlər. Qızın anası da çox sevinir. İndi siz özünüz qiymət verin ki, qız və anası burada doğru hərəkət elədi, yoxsa doğru hərəkət eləmədilər. Buna qiymət vermək qalır sizin hesabınıza və sizin xoş rəylərinizi gözləyirəm. Diqqətinizə görə çox sağ olun.